bir gündə 43.000 dollar itirdim. Deməli 2010-cu ildə bankda işləyəndə ilk dəfə forex tradingə başladım. İlk qazancım 300 dollar idi. Sonra illər keçdi, Bitcoin alqı-satışı elirdim, ara sıra investing edirdim və 2022-ci ildən yenə aktiv investing tradingə başlamışdım. 2 ildə təsəvvür eləyin ki, 600% portfolyomu artırmışdım, artıq özümə çox güvənirdim və burada çox böyük səhv eləyirdim. Mən daha tez, yəqin ki, hamı kimi zəngin olmaq istəyirdim. Ona görə də options trading çox cəlbedici idi. Margin investingdən istifadə edirdim. Bir növ pul götürüb yatırım etmək idi və təbii ki, daha çox risklər aldım. Özümü bazarı başa düşmüş kimi hiss eləyirdim. Sonra bir gündə hər şey dəyişdi. Market mənə qarşı getdi. Bir neçə saat ərzində 43.000 dollar yox oldu. Təkcə qazandığım yox, borc pulda. O gün elə başa düşdüm ki, ən böyük səhvim pul itirmək deyil, riski başa düşmədən özümə inanmaqdır. Əgər sən də etdiyim səhvi etmək istəmirsənsə, şərh bölməsinə üstəgəl yaz, ətraflı məlumat göndərin.